Gürcücə məndən soruş ya da keçmiş zamanda sən məndən soruşdun necə olur? İkisi də eyni formadır. Məsələn, sən məndən soruşdun olur şen mkitxe. Şen mkitxe məsələn dönür deyir ki, şen mkitxe da me gib asuxe. Yəni sən məndən soruşdun və mən sənə cavab verdim. Həmçinin əmr formasında məndən soruş dediyimiz zaman da yenə mkitxe deyirik. Sadəcə əmrdə bilirik ki, yazdığımız zaman sonda nida işarəsi olur. Mkitxe, yəni məndən soruş. Məsələn, birisini gözləyirik ki, sualı versin, dönüb deyir ki, midi, mkitxe. Yəni, midi bilirik ki, birisini tələsdirmək mənasındadır, yoxmu? Mkitxe isə soruş, məndən soruş deməkdir. Ondan soruş necə deyirik? Yəni, ondan soruş, gürcə olur, hkitxe. Hkitxe, yəni ondan soruş. Həmçinin keçmiş bitmişdə sən ondan soruşdun da olur. Hkitxe, şen mas kitxe.